İllərdir hazırladığım piçeni resepti ilə bu günləri sizinlə paylaşmaq istədim. Bir yumurtanı tökürəm, ağlı sarılı. Üzərinə 1 stakan şəkər. Qaçışdırıram. Yağla şəkəri belə qaçışdırdım. Bu şəkildə. Üzərinə 100 qram ərinmiş kərə yağı əlavə edirəm. Onu da qaçışdırırıq. Yağı da əlavə elədim, belə qarışdırdım. İndi bunun da üzərinə, burada məndə 5 xörək qaşığı qatıq var, belə xörək qaşığı ilə, belə 5 dənədir. Üzərinə bir paçka qabartma tozu əlavə edirəm. İçində, qatığın içində həll eləyirəm. Şişir. İndi tökürəm bunun üzərinə. İndi başlayıram əllə yoğurmağa. Qaşıqla belə qatışdırdım. İndi isə yoğurmağa başlayıram. Qoyuram bunu kənara. Üzərinə silikon süfrə saldım. Üzərinə biraz unla səpirəm yapışmasın deyə. Üzərinə də xəmir belə hazır oldu. Baxın, xəmir belə tam ideal olmamalıdır, yapışmalıdır. Ben xəmirə un vurmayacağım. Bəs elədir. Yazacağım videonun aşağısında nə qədər un əlavə etdim. Bu şəkildə alınmalıdır. Qəşəng xəmir olur. Çox un vurmayın, biraz belə yapışır. Yəni belə olmalıdır. Çox un vurmayın ki, bərk olmasın xəmir. Belə axan olsun. Bu şəkildə. Bunu qoyuram indi belə salafan kloka. Soyuducuda 5-10 dəqiqə saxlayacağım. Belə 5-10 dəqiqə aparam soyuducuda saxlamağa. Soyuducudan çıxartdım. Belə qəşəng xəmirdir. İndi bunu hissələrə bölürəm. Balaca toplar hazırlayıram. Belə şəkilləndirirəm, balaca toplar eləyirəm və yığıram listə.
Topları elədim. Hazır oldu. Baxın belə 21 dənə piçenya alındı. Şimdi bunların da üzərinə bəzək vuracağım. Kim istəsə kişmiş, qoz, fındıq fərq eləmir. Kim nə istəsə belə dekor olaraq üzərinə qoya bilər. Mən bu şəkildə həm badam, həm fındıq belə ortasına qoydum. İstəyə görə siz nə istəsəz onu da istifadə edə bilərsiniz. Gilə meyvələrlə də çox qəşəng olur. Bu hissəni eləyəndə elə bildim ki, çəkirik. Sən demə knopkanı basmamışdıq. Ona görə problem deyil. Belə göstərirəm sizə. Bura şokolad da qoyanda çox qəşəng olur. Ortalarına şokolad qoyuruq, belə sıxırıq. Pişəndən sonra çox qəşəng olur. Gilə meyvə ilə də super alınır. Bu günləri isə istədiyim fındıq və badamla hazırlayım. Hazır oldu. Aparıram sobaya. 20 dəqiqəyə, 15-20 dəqiqəyə hazır olur. Yəni gözləməyin ki, üzəri qızarmalıdır. Belə açıq rəngdə olmalıdır. Svetli rəngdə olur. Yumuşaq, qəşəng şirniyyatdır. Aparıram 180 dərəcədə 15-20 dəqiqə pişəcək. İndi isə dadına baxaq. İçin göstərim. Çox niyazlı piçenyedir. Yeyəndə çox zərifdir. Dadlıdır, çox dadlıdır. Çox rahat və tez hazırlanır. Az ingredient də gedir. Siz də hazırlayın. Nuş olsun.